Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı cümlenizin üzerine olsun. Allah Teala ettiğiniz ibadetlerinizi kabul etsin. İstəyirəm yenə bir məsələni sizin diqqətinizə çatdıram. Onu da bilin ki, ata necə ki, öz övladının çatışmayan cəhətlərini deyir ki, onun övladı avam olub qalmasın. Həyatda addımlamağı bacarsın. İndi mənim deyəcəyim sözlər yenə də sizə görədir. Əslində təkcə mən yox, bütün alimlər belədir ki, çalışırlar ki, insanları düz yola hidayət eləsinlər. Biz heç vaxt istəmərik ki, siz düz yoldan cayıb günah yollara ya başqa yollara addım atasınız. İstəmirəm ki, mənə görə sabah qiyamətdə sorğu-sual olunasınız. Xahiş edirəm diqqətlə qulaq asın, özü də axıra qədər qulaq asın, səbirlə, çünki çox dəyərli sözlərdir. İstəyirəm ki, işiniz əladan da əla olsun. Keçirəm əsas mətləbə. Allah Teala Hacı Şahini rəhmət eləsin. Qəbri nurlu olsun, məkanı cənnətlik olsun. Allah Teala onu qiyamətdə alimlər sırasında məşhur eləsin. Həqiqətən misli yox idi. İnsanların çatışmayan cəhətlərini çəkinmədən deyirdi. Yəni, əslində onların xeyrinə deyirdi də. Ola bilər düz söz bu dünyada kimlərəsə acıq gələr. Amma sabah qiyamətdə o adam biləcək ki, bu şəxs mənim xeyrimi istəyirmiş. Həqiqətdə də gərək özüvə münasib bildiyin yaxınlarına onun səhvini deyəsən. Çünki deməsən, onda deməli sən onun qüsurlu olmasını istəyirsən. Çox vaxtı kənar adama bir söz deyəndə hətta acığı gəlir də, deyir ki, sən burada kimsən, belə filan. Yəni, ona görə deyirəm ki, heç olmasa öz sahman adamlar var, ərkin çatan adamlar var. İmkan olan yerdə, yəni o yerdə ki, səs-küy olmayacaq, narazılıq olmayacaq, həmən anda, yəni öz sözünü çatdırasan. Zahirdə münafiqlər kimi onunla dostdan, batində düşmən. Yəni, sən onun eyib cəhətlərini deməsin, elə bil ki, zahirdə sən ondan münafiqlik edir, səndə daha dostluq deyir o. Əsl dost odur ki, onun yəni eyiblərin, çatışmayan cəhətlərin ona deyə. Rəhmətliyin o gözəl və dəyərli sözlərindən birini təbərrük kimi diqqətinizə çatdırıram. Bir nəfər bir gün deyir ki, o pir ziyarəti haradadır? Yəni, bu ziyarət sözü hardan götürülüb, hardan ortaya çıxıb? Hacı da deyir ki, Qur'andan. O adam deyir, nə yazılıb orada? Cavab verir ki, Allah Teala buyurub, Kəbənin qırağında İbrahim məqamını qoyduq ki, gedin onun arxasında namaz qılın. İbrahim məqamı pirdir, o adam da deyir. İbrahim məqamı pirdir, o adam da deyir. Qur'anda İbrahim məqamı yazılıb da, Mir Mövsüm Ağa yazılmayıb ki. Bunun düşüncəsinə bax ki, onun fikrincə Qur'an bütün ziyarətgahların siyahısını gərək bir-bir verməli imiş. İnsanın ki bir işdə elmi olmadı, onu özlüyündə səhv bir iş hesab edər. Çünki o işin dərinliklərindən, sirrindən, fəlsəfəsindən, hikmətindən xəbərsizdir. Yəni, bunun ağlı bura qədərdir. Qur'an birini göstərir. Bu vasitə ilə sanki yolu bizə göstərir. Bu bizə kifayət edir. Yəni, bu qədər dar, təfəkkürlü, dindar insanlar var. Əslində, əgər bir sözü belə bir alim deyirsə, deməli, nəyəsə istinad edib, yəni nəyəsə söykənib həmən sözü deyir. Sadəcə sənin elmin ora qədər yetişmədiyi üçün o sözü sən dərk edə bilmirsən. İndi mən də deyirəm, sabah qiyamətin günündə insanın dünyada etdiyi hətta zərrəciyinə qədər olan əməllərini
əməl tərəzisində çəkəcəklər. Əvvəldə sizə bir misal çəkim. Elə ki, qiyamətin günü olar, bir zinakar, yəni günahkar bir qadın gətirdilər və ondan günah etməsinin səbəbini soruşarlar. O qadın deyər, mən çox gözəl, cazibəli olduğum üçün mənim aşiqlərim çox idi. Bu vaxt Məryəmi gətirərlər və deyərlər, sən Məryəmdən gözəl idin. Sonra onu cəhənnəmə atarlar. Sonra kişilərdən bir cavanı gətirərlər. Ondan da həmən sualı soruşarlar ki, nəyə görə bu işlə məşğul oldun? O da həmən sözü deyər. Bu vaxt Yusif Peyğəmbəri gətirərlər. Deyərlər, sən bu Yusifdən gözəl idin. 40 qadın içinə düşdü, özünə zindanı seçdi. Amma Allahın əmrindən kənara addım atmadı. Sonra o gənci də atarlar cəhənnəmə. Sonra zülmkar Firon, Nəmrud kimi padişahların birini gətirdirərlər. Ondan da günah etməsinin səbəbini soruşarlar. O da deyər ki, biz hədsiz dərəcədə sərvət və ixtiyar sahibi idik. Ona görə öz istəklərimizi etdik. Bu vaxt Süleyman Peyğəmbəri gətirərək deyərlər, siz Süleymandan qüdrətli idiniz. Süleyman bütün canlıların, qarışqanın, quşların, bülbülün, bayquşun və s. canlıların dilini bilirdi. Külək, cinlər onun itaətində idi. Elə bir qüdrətə malik idi ki, Türfətül Eynidə Bilqeysin təxtini Səba şəhərindən öz yanında vəziri Asif İbni Bərxiyanın vasitəsilə hazır etdi. Onların Allah Teala'ya deməyə sözləri olmaz və onları da cəhənnəmə atarlar. Sonra bir dünyada xəstə olan şəxsi gətirərlər. Soruşulacaq, nə səbəbə lazımsız sözlər Allah'a qarşı dedin? Yəni, nasaza sözlər dedin, səbr etmədin. O da öz xəstəliyini üzr gətirər. Ona Əyyub Peyğəmbəri göstərib deyərlər. Sənin xəstəliyin, üzürlərin Əyyubunkundan çox idimi? Əyyub Peyğəmbərin at ilxısı, dəvə ilxısı, qoyun sürüləri, bağ-bağatları, 12 oğlu mədrəsədə dərs aldığı vaxt mədrəsə uçub altında qaldılar. Bütün bu bəlalara səbr etdi. Sonda bədəninə xəstəlik düşdü. Bəzi xəbərdə bədənində qurd peyda oldu. Deyilənlərə görə pilə qurdu, tut yarpağı yiyən qurd onun bədənindən əmələ gələn qurddur və pakdır. Adam onu əlinə götürür. Adama çox xoş gəlir. Qurd bədənindən yerə düşəndə götürüb bədəninə qoyardı, deyərdi, sənin yeməyin mənim bədənimdədir. Bütün bunlara baxmayaraq, Əyyub Allaha olan məhəbbətindən, ibadətindən zərrə qədər kənara çıxmadı. Mən bu Əyyub Peyğəmbərin söhbətini burada çox qısa yazmışam. İnşallah gələcək günlərdə bu söhbəti geniş surətdə sizə edərəm Allahın izni ilə. Əksinə bu növ çətin imtihanlardan mənəvi ləzzət alırdı. Allah Teala da onun belə səbrinə görə axırda Cəbraili göndərdi Əyyubun yanına, qolundan tutub qaldırdı və qaldığı komanın arxasına ayağını vurub bir çəşmə cari oldu. Əyyub o su ilə yuyunub 18 yaşlı bir cavan oldu. O vaxt onun yoldaşı Rəhimə evdə deyildi. Evə qaydanda gördüyü komanın ətrafında ya bir qədər aralı bir cavan adam var. Komaya baxdıqda Əyyubu görmədi və o cavandan Əyyubu soruşdu. Əyyub dedi, sən onun nişanələrindən olub olmamasını bilirsənmi? Rəhimə dedi, arxasında, kürəyində iri bir xal var idi. Əyyub dedi, gəl bir mənim kürəyimə bax, olmaya o mənəm. Rəhimə əvvəl inanmadı, amma Əyyub təkid etdi. Rəhimə də baxıb o xalı görüb, o cavanın Əyyub olmağına yəqinlik oldu. Xülasə Əyyub Cəbrailin gəlməsini və o çəşmə hadisəsini Rəhiməyə danışdı. Sonda Rəhimə də o çəşmənin suyu ilə yuyunub
cavan bir qız oldu. Əyyubun məsəlini bir qədər uzun yazdım ki, bildim ki, maraqlanacaqsınız. Xülasə, Allah Teala onlara təzədən övlad və sərvət verdi. Əyyub əvvəlkindən də üstün bir məqama yetişdi. Mən bu Əyyubun məsəlini çox qısa qeyd etdim. Rəhimənin saçlarının kəsilməsi, Rəhimənin Əyyubu zəhməti ilə qazanıb yedirtməsi, əvvəlki məmləkətlərindən qovulmaları və adlarına xalqın haqq sözlər demələri barəsində danışmadım. Gələcək günlərdə inşallah bu da deyilər. Yəni demək istəyirəm ki, Əyyub nə qədər əziyyət də çəksə səbr edib imanına zərrə qədər xələl gətirmədi. Yəni bütün bu sözləri deməkdə məqsədim budur ki, bəzən mən səhifələrə baxıram. Məsələn, mənim Yusuf İbn Həccac haqqında, onun qəddarlığı haqqında danışdığım söhbəti ediblər. Orada Ömərin oğlu Abdullahın gecə ilə gəlib Həccacın ayağına beyət etməsi və Həccacın zülmləri, hətta Həccac haqqında danışanda qəddarlıqda Yusuf ibn Həccacdan sonra Neronun da qəddarlığı haqqında danışmışam. Nətər olur, mən danışanda 50-60 adam bəyənmə vurur. Digəri danışanda isə 1500-2000 bəyənmə gəlir. Yəni sabah qiyamətdə insanın dünyada etdiyi zərrə qədər əməllər də ortaya qoyulacaq. Hədislərdə deyilir ki, hətta bir insan bir yarpağı səbəbsiz qoparsa, o yapraq sabah o insandan Allah Teala'ya şikayət edəcək. Demək istəyirəm ki, bu qədər sözlər öz başına bu vərəqlərə, dəftərlərə yazılmır. Bunlar mənim beynimin məhsuludur, çəkdiyim zəhmətlərimin bəhrəsidir. Mən bilirəm ki, sizin aranızda elə insanlar var, baxır, dinləyir, bəyənmə vurmağa əli gəlmir. Baxmayaraq ki, mən bu söhbətlərin nə dünya malına görə, nə bu yolla pul qazanmağa görə, nə də bu dünyanın insanlarının nəzərlərində ucalmağa görə, nə də kimsə mənə tərif deməyə görə etmirəm. Bir olan Allah özü qəlblərimizə alimdir. Mənim bu qədər çaxnaşmağım hamısı fəqət Allaha xatirdir. Çünki mənim Allahım Əhl-i Beyti sevir. Yəni 5 kimsənəni, Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyni. Mən də Allaha xatir Əhl-i Beytin yolunda bu qədər çalışıram. Onların həyatlarını bildiyim qədər də Allahın yaratdığı bu insanlara çatdırmaq istəyirəm ki, qoy hamı bu tarixi hadisələrdən düzgün xəbərdar olsunlar. Avam təbəqələr də bilsinlər ki, kim olub. İndi bu mənim bir şər'i vəzifəmdir. Sizin də şər'i vəzifəniz bu dünyada hətta zərrə qədər heç kəsə borclu qalmamaqdır. Yəni mən də min bir zəhmətlə bu elmləri, tarixi hadisələri yazıb, sonra da sizə bir-bir oxuyuram ki, siz də tarixi biləsiniz. Ən azından vaxt sərf edirəm. Siz belə dəyərli söhbətlərə bəyənmə vurmayanda və ya imkan daxilində paylaşım etməyəndə Allah Teala sizi irəlidə dediyim misallar kimi hesabata çəkəcək. Bugün yaxşı bir kitab əlinizə keçəndə, onu oxuyanda ən azından o kitabı yazana bir rəhmət deyirsiniz və ya Allah razı olsun deyirsiniz. Əgər belə etməsəniz, bütün bunların hesabatı olacaq. Ona görə də mən bu sözləri sizə deməyi özümə bir vəzifə və ya borc bildim. Ona görə ki, sabah qiyamətdə nə siz mənə borclu olasınız, nə də mən sizə borclu olam. Çünki bugün mən bu sözü sizə deməsəm, sabah Allah Teala mənə deyər ki, niyə sən onlara tamam hüccət etmədin? Yəni onları niyə başa salmadın? Yəni nə mənim sizə borcum olmasın, nə də sizin mənə borcunuz olmasın. Mən bilirəm ki, içimizdə elə insanlar hətta var ki, söhbəti dinləyir, amma bəyənmə vurmağa əli gəlmir. Belələrinin sanki qəlblərində şeytan oturaraq, onlara vəsvəsə edərək deyir, bəyənmə işarəsini vurma. Mən öz şər'i vəzifəmi əmələ gətirdim. Dinləyicilər özləri bilər. Bir gün Əli əleyhissalam
Əbazərə Miqdada buyurdu, sizin kimi 40 nəfərim olsaydı, mən bunları yerində otuzdurardım. İmam-ı Zaman ağamız da deyir, mənim istədiyim 313 nəfər şəxs olsa, mən zuhur edərəm. Baxın gör nə qədər dünyada milyardlarla insanlar var. Amma ağa deyir 313 nəfər mən istəyən insan olsa mən zuhur edərəm. Yəni çoxluq rol oynamır. Bizə İmam-ı Səccad əleyhisselamın bir gün Məkkə-i Müəzzəmədə Allahın evi Kəbəni ziyarət etməyə gələn insanları öz sahabələrindən birinə iki barmaqlarının arasından göstərərək sahabənin orada olan insanların 80-90%'inin vəhşi heyvan olduqlarını gördü. Bunu təkcə İmam-ı Səccad əleyhisselam yox, hətta Allah da bizə deyir. Amma Allah Teala bizə açıq aşkar demir ki, mən insan surətində heyvan yaratmışam. Allah Teala bu insanların çoxlarının heyvan sifət olduqlarını bildiyi üçün də cəhənnəmi yaradıb ki, belələrini cəhənnəmə atsın. İmam Hüseyin əleyhisselamın qətlinə hazır olanlar Hərmələ İbni Cahil kimi daş qəbli vəhşi heyvana insan demək olarmı? Şümür İbni Zalcafşan, Sinan İbni İns, Ömər İbni Səd, İbni Ziyad, Yezid Pəlid Məlun və s. kimilərə insan demək olarmı? Bunlar vəhşi heyvandan da pisdirlər. Tarixdə elə insanlar olub ki, ana ölüb süd əməl uşaq tək tənha çöldə qalıb. Bir vəhşi heyvan onu əmizdirib, o uşaq böyüyüb. Yəni gördüyümüz insanların hamısı həqiqi Allah istəyən insan olsaydı, Allah Teala cəhənnəmi yaratmazdı. Mən də deyirəm, çalışın bu dünyada Allahın istədiyi insanlardan olun. Bu dünyanın ləzzətlərinə, qəlbinizin vəsvəsələrinə, istəklərinə aldanmayın. Hər hansı bir işi görmək istəyəndə əvvəl 100 ölçün, bir biçin. Əgər Allahın o işi görməyə razıdırsa, onu edin. Razı deyilsə, etməyin. Bu dünya müvəqqəti dünyadır. Bunu siz də bilirsiniz. Biraz o yana, biraz bu yana, yəni biraz yaxşı, biraz pis, bir təhər bu dünyanı keçirəcəyik. Əsas odur ki, bu dünyada ağlığı yaxşı işlədib, əbədi həyatını bərbad etməyəsən, öz əməllərini hər gün analiz edib, özü özünə, öz əməli barədə sual versin ki, həmən günü düz hərəkət edib, ya əyri, Allahın xoşuna gələn əməl etdi, ya inki pis, öz nəfsinin istəklərini edib, Allahın istəyini bir kənara qoydu. Müəllim istəyər ki, bütün tələbələri 5 qiymət alsın və ədəbli, ərkanlı, qabiliyyətli olsunlar. Bizim Peyğəmbərimiz də istəyir ki, onun ümməti digər Peyğəmbərlərin ümmətlərindən üstün ümmət olsunlar. İstəyir ki, biz insanlar qiyamətdə onun başını uca edək və ən öndə gedən dəstələrdən olaq. Biz günahkar olsaq, Peyğəmbərimiz bizə görə çox narahat olacaq. Peyğəmbərimizi Allah o dünyada dirildəndə Allah Teala Cəbrail əleyhissalamı Peyğəmbərin qəbri şərifinin yanına göndərir. Cəbrail əleyhissalam Peyğəmbərimizin qəbri ətrafında dayanıb Peyğəmbəri səsləyir. Allahın izni ilə Peyğəmbər sanki yatmış bir insan kimi yuxudan ayılır. Qəbrin üstü açılır. Cəbrail əleyhissalam buyurur, daha bir mən geniş demirəm. O qədər Peyğəmbərə baş tacı, cənnət geyimləri və s. vəd edərək deyir, qiyamət bərpa olub, hamı səni gözləyir. Peyğəmbər deyir, bu dediklərinin hamısını bir kənara qoy, mənə ümmətimdən xəbər ver. Görün bizim Peyğəmbərimizin bizə nə qədər məhəbbəti var. Hər bir şey onun nəzərində heç mislindədir. Fəqət ümmətim deyə Cəbrail əleyhissalamdan ümmətin soruşur. Biz gərək yaxşı və dərindən bir fikirləşək. Ən azından özümüzə qiymət vermirik. Heç olmasa Peyğəmbərimizə xatir günah etməyək ki, bizim Peyğəmbərimiz qoy başı uca olsun. Müəllimin tələbələri dəcəl olsa, dərslərini bilməsə,
müdiriyyət tərəfindən həmən müəllim töhmətlənər. Yəni biz də elə etməliyik ki, Peyğəmbərimizin başı ucaq olsun. Hələ Allahımızın bizə qarşı olan məhəbbətindən danışmıram. Birinci dəfə sözə necə başlayırıq? Mərhəmətli və rəhim olan Allahın adı ilə. Yəni belə bir sahiblərimizə necə itaət etməyəsən, necə onların dediklərini əmələ gətirməyəsən. Yəni indi mən də istəyirəm ki, mənim izləyicilərim dəyərli Allaha, Peyğəmbərə itaət edən insanlar olsunlar. Hətta zərrə qədər bir işdə bilsələr ki, Allahın xoşu gəlməyən əməl var, ondan uzaq olsunlar. Yəni az olsun, ancaq naz olsun. İndi isə sizi Allaha tapşırıb sözlərimi burada tamamlayıram. Allahın amanında olun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.